Bir bölgünün uzunluğu 1 metr olan çubuğa 50 Newton qüvvə tətbiq olunur. Buna əsasən F qüvvəsinin O nöqtəsinə nəzərən momenti nəyə bərabərdir? Bax, bu tork dediyi qüvvə momentidir. İndi biz burada qüvvə momentini hesablayacağıq. M bərabərdir F vurulsun D. Bilirik ki, F burada qüvvədir, D isə qüvvə qoludur. Burada qüvvə 50 Newtondur. Deməli, biz 50-ni vururuq qüvvə qoluna. Qüvvə qolu isə bu qüvvədən buradakı dayaq nöqtəsinə qədər məsafədir. Bax, 1 bölgü, 2 bölgü, 3 bölgü, 4 bölgü. Yəni 4 metr məsafə var. 50-ni 4-ə vururuq və buradan qüvvə momenti alınır. 200 Newton vurulsun metr. Yəni sualın doğru cavabı C variantıdır. Davam edirik ikinci sualla. O nöqtəsi ətrafında dönə bilən bərabər bölgülü çubuğa şəkildəki qüvvələr tətbiq olunur. Buna əsasən qüvvələrin O nöqtəsinə nəzərən qüvvə momentlərinin nisbəti nəyə bərabərdir? Bax, biz qüvvə momentini M, böyük M hərfi ilə göstərdik. Burada isə tau hərfi ilə göstərəcəyik. Yəni, hər hansı bir problem yoxdur. Yəni, sadəcə qüvvə momenti tau hərfi ilə göstəriləcək. Biz burada tau 1-i hesablamaq istəsək, yaza bilərik. F1 vurulsun D1. F1 qüvvəsi nəyə bərabərdir? F1 qüvvəsi 20 Newtondur. 20 Newtonun O nöqtəsinə olan uzaqlığı baxırıq ki, 1, 2, 3, 4, 5. 5 bölgüdür. O zaman yazırıq 20 vurulsun 5. O da olur 100. Tau 2-ni hesablasaq bərabərdir. F2 vurulsun D2 yaza bilərik. Burada F2 qüvvəsi 30 Newtona bərabərdir. 30 Newtonun dayağı olan uzaqlığı isə 1, 2, 3 bölgüdür. O zaman 33-ə vurarıq, bu da olar 90. Bizə isə deyir tau 1 bölü tau 2 nisbətini hesablayın. Yazıram tau 1 bölünsün tau 2 bərabərdir. Tau 1 100, tau 2 isə 90'dır. Deməli, 100-ün 90'a nisbətini tapırıq. Buradan ixtisarımızı aparsaq, geriyə qalar 10 bölü 9. Yəni, sualın doğru cavabı A variantıdır. Üçüncü sualla davam edirik. Bərabər bölgülü lövhəyə şəkildəki qüvvələr tətbiq olunur. Qüvvələrin O nöqtəsinə nəzərən momentlərinin modulları arasında münasibət necədir? Birinci növbədə onu deyək ki, əgər qüvvənin təsir xətti fırlanma oxu üzərindən keçirsə, yəni bax, burada F3 qüvvəsinin təsir xətti görürük ki, O nöqtəsi üzərindən keçir. O zaman deyirik ki, bu qüvvənin momenti 0-a bərabərdir. Yəni, F3 qüvvəsinin qüvvə momenti olan M3 və yaxud da tau 3 deyə bilərik. Bax, bu 0-a bərabərdir. İndi birinciyə baxaq. Qüvvə momenti hesablanarkən qüvvənin təsir xəttindən, qüvvənin təsir xətti nədir? Qüvvə vektoru, bax, bu F1 qüvvə vektorunun üzərində yerləşdiyi düz xəttir. Bax, deməli, F1 qüvvəsinin təsir xətti budur. Buradan dayaq nöqtəsinə endirilən perpendikulər, bax, perpendikulər də buradan buradır. Deməli, neçə bölgü məsafə var? 1 bölgü məsafə var. Hər bölgünün də 1 metrə bərabər olduğunu fərz etsək, qüvvənin qiyməti 40 Newton, qüvvə qolu isə 1 metr. O zaman biz buradan tau 1 deyirik ki, 40 vurulsun 1-ə bərabərdir. Yəni, 40-a bərabərdir. Daha sonrasında isə tau 2-ni hesablayaq. Tau 2 bərabərdir. Bax, burada yenə biz dayaq nöqtəsindən, yəni O dayaq nöqtəsindən qüvvənin təsir xəttinə perpendikulər endirəcəyik. Qüvvənin özü burada F2 qüvvəsi. Bax, bu F2 qüvvəsi. Bu qüvvənin təsir xətti də buradır. Yəni, qüvvə vektoru hansı düz xəttin üzərində yerləşirsə, həmən düz xəttə həmən qüvvənin təsir xətti deyilir. Deməli, biz bu O nöqtəsindən bura bir perpendikulər endiririk. Bu da olur qüvvənin təsir xətti. Qüvvənin qiyməti 20 Newtona bərabərdir. Məsafəyə baxırıq. 1 bölgü, 2 bölgü, 3 bölgü, 4 bölgü. O zaman 20-ni 4-ə vururuq. Bu da olur 80. Deməli, gördüyümüz kimi burada ən böyük olan ikincidir. Yəni, tau 2-dir və yaxud da M2-dir deyə bilərik. Sonra birincidir, yəni M1,
En küçük ise üçüncüdür, yani M3. M2, M1, M3 şeklinde sıralanır ve sualın doğru cevabı B variantıdır. Devam edirik dördüncü sualla. Hər bölgüsünün uzunluğu 1 metr olan çubuğa 30 Newton qüvvə tətbiq olunur. Buna əsasən F qüvvəsinin O nöqtəsinə nəzərən momenti nəyə bərabərdir? Baxın, burada F qüvvəsini iki proyeksiyaya ayıra bilərik. Bunlardan biri yuxarı doğru olan, buna deyək məsələn Fy, digəri isə buna deyək Fx. Bax, bu Fx'i uzatdığımız zaman zaten görürük ki, təsir xətti üzərindən keçir. Daha doğrusu O nöqtəsi üzərindən, yəni dayaq nöqtəsindən keçir. Ona görə də bu Fx qüvvəsinin momenti, yəni biz buna deyək məsələn Mx, bax bu Mx sıfıra bərabərdir. Geriyə qalan bizə lazımdır Fy-in momenti, yəni My. Bəs Fy-i necə tapırıq? Fy-i tapırıq F sinus alfa şəklində. O zaman bizə lazımdır buradan momenti hesablayanda M bərabərdir. Yaza bilərik F sinus alfa vurulsun D. Buradan M bərabərdir. F qüvvəsi 30'dur. Yazıram 30 vurulsun sinus alfa. Yəni 0,6 vurulsun. Neçə bölgüdür? 1 bölgü, 2 bölgü, 3 bölgü, 4 bölgü, 5 bölgü. O zaman 5'e vururam çünkü her bölgü 1 metre bərabərdir. 5'e vurduq. Bu da bərabərdir. 30'u 0,6'ya vuranda 18 olur. 18'i də 5'e vururuq, alınır 90. Deməli, momentin qiyməti 90 Newton vurulsun metrə bərabərdir. 5-ci sualla davam edirik. O nöqtəsi ətrafında dönə bilən bərabər bölgülü lövhəyə şəkildəki qüvvələr tətbiq olunmuşdur. Buna əsasən hansı qüvvənin O nöqtəsinə nəzərən qüvvə momenti ən böyükdür? Baxın, biz demişdik ki, qüvvənin təsir xətti əgər fırlanma nöqtəsindən keçirsə, o zaman həmən nöqtəyə nəzərən moment sıfıra bərabərdir. Bax, buna baxırıq ki, O nöqtəsindən keçir. O zaman bunun momenti sıfıra bərabərdir. Bu ən böyük ola bilməz. Daha sonra bu qüvvəni də uzatsaq əgər, bunun da O nöqtəsindən keçdiyini görürük. Ona görə bunun da O nöqtəsinə nəzərən momenti sıfıra bərabərdir. Deməli, bu da ola bilməz. İndi biz burada baxırıq F1, F2 və F4 qüvvələrinə. F1 qüvvəsinin təsir xətti buradır. Və F1 qüvvəsinin dayağı olan uzaqlığı, yəni O nöqtəsinə olan uzaqlığı görürük ki, 1 bölgüdür. O zaman biz burada M1 momentini hesablamaq istəsək, yaza bilərik M1 bərabərdir 40 Newton vurulsun 1 bölgü. Yəni 40 deyək elə, 40 vurulsun 1, o da 40'a bərabərdir. İndi gəlin burada F2 qüvvəsinin momentini hesablamağa çalışaq. Yəni M2'ni tapmağa çalışaq. M2'ni tapmaq üçün bu qüvvənin təsir xəttinə O nöqtəsindən perpendikulyar endiririk. Bax, bu da olur neçə bölgü? 1 bölgü, 2 bölgü, 3 bölgü. O zaman onu vururuq 3'ə. O da olur 30. İndi gəldik nəyə? F4 qüvvəsinə. F4 qüvvəsinin təsir xətti buradır. Bunun da dayağı olan uzaqlığı 1 bölgü, 2 bölgü, 3 bölgüdür. O zaman 20'ni 3'ə vururuq. O da olur 60. Deməli, M4 60'a bərabərdir. Bizə də içlərində ən böyük olanı soruşurdu. Deməli, F4 qüvvəsinin O nöqtəsinə nəzərən momenti ən böyükdür, qiyməti də 60'dır. Sualımızın doğru cavabı deməli D variantı olmalıdır. 6-cı sualla davam edirik. Bərabər bölgülərlə ayrılmış lövhəyə F qüvvəsi şəkildəki kimi tətbiq olunur. F qüvvəsinin A nöqtəsinə nəzərən qüvvə momenti və B nöqtəsinə nəzərən qüvvə momentinin nisbətini tapın deyir bizə. Deməli, ilk növbədə bu qüvvəni 2 dənə proyeksiyaya ayırsaq. Bunlardan biri yuxarı doğru olan F sinus 37'dir. Biri isə sol tərəfə doğru olan F kosinus 37'dir. Biz indi burada
F sinus 37'ni görürük ki A nöqtəsindən keçir. Bax, uzantılarına fikir versək, F sinus 37'nin uzantıları A nöqtəsindən keçir. Yəni bu F sinus 37'nin A nöqtəsinə nəzərən momenti sıfıra bərabərdir. O zaman A nöqtəsinə nəzərən momenti hesablayanda biz buradakı F kosinus 37'ni nəzərə alacağıq. Çünki F kosinus 37 bura nədir? Perpendikulyardır. O zaman yazıram F kosinus 37 vurulsun A nöqtəsinə uzaqlıq neçə bölgüdür? 1 bölgü, 2 bölgü, 3 bölgü, 4 bölgü. 4'ü yazdım burada. Kosinus 37'de alır 0,8. O zaman yazıram F vurulsun 0,8 vurulsun 4. Bu da olur 3,2 F. İndi B nöqtəsinə nəzərən baxaq. B nöqtəsinə nəzərən baxdığımızda görürük ki, bu F kosinus 37'ni uzatdığımız zaman B nöqtəsindən keçir. Deməli bizə B nöqtəsinə nəzərən moment hesablayanda F kosinus 37 lazım olmayacaq. Bizə lazım olan burada F sinus 37'dir. Yəni biz yaza bilərik F sinus 37 vurulsun B nöqtəsinə uzaqlıq. Bax bu F sinus 37'nin B nöqtəsinə neçə bölgü uzaqlığı var? 1 bölgü, 2 bölgü uzaqlığı var. O zaman burada yazıram 2. Bu da bərabərdir F vurulsun sinus 37'də 0,6 alır. Bunu da vururam 2'ye. Bu da olur 1,2 F. Bizə lazımdır nisbət tapmaq. A'nın B'ye nisbəti. Yazıram tau A bölünsün tau B. Bu da bərabərdir 3,2 bölünsün 1,2. Yəni 32 bölü 12. Buradan da 4'e ixtisar aparsaq, kəsrin surətində 8, məxrəcində də 3 qalır. Deməli nisbət 8 bölü 3'ə bərabərdir. Davam edirik növbəti sualla. 7-ci sualda. Şəkildə F1, F2, F3 qüvvələrinin O nöqtəsinə nəzərən qüvvə momentləri tau 1, tau 2 və tau 3'dür. Buna görə deyilir ki, tau 1, tau 2, tau 3 arasındakı münasibət necədir? Birinci növbədə biz burada baxsaq görərik ki, F3 qüvvəsini uzatdığımız zaman bu F3 qüvvəsinin uzantıları O nöqtəsindən keçir. Ona görə də bu F3 qüvvəsinin momenti olan tau 3'ü elə bəri başdan sıfıra bərabər edə bilərik. Daha sonrasında isə biz burada F1 və F2 qüvvələrinə baxmamız lazımdır. F1 qüvvəsini 2 dənə proyeksiyaya ayırsaq, bunlardan biri sağa doğru yönələn F1 deyək ki X olsun, biri də aşağı doğru olan F1 Y olsun. Biz burada görürük ki, bax buna yazıram F1 Y. Bu F1 Y görürük ki uzantıları O nöqtəsindən keçir. Yəni bu bizə lazım deyil. Çünki dedik ki uzantılar həmən nöqtədən keçirsə burada momentin sıfıra bərabər olduğunu deyə bilərik. Deməli bizə lazım olan buradakı F1 X-dir. Ona görə də biz burada tau 1'i hesablayarkən yaza bilərik. Tau 1 bərabərdir F1 X vurulsun D. F1X, bax neçə bölgüdür F1X? 2 bölgüdür. Ona görə də bunun 2 Newtona bərabər olduğunu fərz edə bilərik. Yəni hər bölgü 1 Newtondursa, burada 2 bölgü olduğu üçün bu 2 Newton olacaqdır. Bəs buradan O nöqtəsinə nə qədər məsafə var? Buna da baxaq. Deməli 1 bölgü, 2 bölgü, 3 bölgü, 4 bölgü. O zaman buna da yazdım 4. Bu da oldu 8. İndi gələk ikincini hesablamağa. Yenə F2 qüvvəsini də 2 dənə proyeksiyaya ayırıram. Bunlardan biri yuxarı doğru olan F2 Y-dir. Biri isə sağa doğru olan F2 X-dir. Burada F2 X-i uzatdığımız zaman görürük ki uzantıları O nöqtəsindən keçir. Ona görə bizə F2 X lazım deyil. Bizə lazım olan F2 Y-dir. Ona görə də tau 2'ni hesablayarkən yaza bilərik F2 Y vurulsun D. Bu da bərabərdir F2Y neçə bölgüdür? 1 bölgü, 2 bölgü, 3 bölgü. Yəni 3 Newtondur fərz edə bilərik. Bu F2Y-in dayaq nöqtəsinə olan uzaqlığı isə 1 bölgü, 2 bölgü, 3 bölgüdür. Burada yazıram 3. 3'ü də 3'ə vurdum oldu 9. Deməli artıq gördük ki burada ən böyük olan ikincidir. Tau 2 ən böyükdür. Sonra tau 1 biraz kiçikdir. Tau 3 isə bunların arasında ən kiçik olandır. Çünki tau 3'ün qiymətini sıfıra bərabər hesabladıq. Deməli 2, 1, 3 sualımızın doğru cavabı C variantı olmalıdır.
8-ci sualla davam edirik. Şəkildəki F1, F2, F3 qüvvələrinin O nöqtəsinə nəzərən qüvvə momentlərinin modulları bərabərdir. Buna əsasən qüvvələrin modulları arasında münasibət necədir? İndi F2 qüvvəsinin O dayaq nöqtəsinə olan uzaqlığı, bax F2 qüvvəsinin uzantılarını çəkdim və görürəm ki, bunun dayaq nöqtəsinə olan uzaqlığı 1 bölgüdür. O zaman yazıram F2 vurulsun 1 bərabərdir. Bax bunların deyir ki, momentləri, qüvvə momentləri bərabərdir. Biz burada indi belə bir şey düşünə bilərik ki, M bərabərdir F vurulsun D və buradan F'i tapsaq F bərabərdir M bölünsün D yaza bilərik və buradan görərik ki, qüvvə qolu ilə tərs mütənasib olur. Nə zaman ki, M, yəni qüvvə momentləri bərabər olsa. Deməli, qüvvə qolu ilə tərs mütənasib asılıdır. Burada ikincinin qüvvə qolu, yəni buna D2 deyək. Bax, bunun bir bölgəyə bərabər olduğunu dedik. Çünki qüvvənin uzantıları, təsir xətti buradır. Buradan O nöqtəsinə də bir bölgü məsafə var. Deməli, D2 məsafəsi 1-ə bərabərdir. Daha sonrasında F1 qüvvəsinin uzantılarını çəksəm, bax bu şəkildə çəkə bilərəm. Bunun dayaq nöqtəsinə olan uzaqlığı da 1 bölgüdür. Ona görə də mən burada hətta D1-in də 1-ə bərabər olduğunu deyəcəm. Daha sonra isə üçüncüyə baxırıq. F3 qüvvəsi uzantıları bu şəkildə. Bunun dayağı olan uzaqlığı isə 2 bölgüdür. Deməli, D3 2-yə bərabərdir. Yəni, ən böyük D3-dür. Sonra isə D1 və D2 bir-birinə bərabərdir. Dediyimiz kimi, qüvvə qolundan tərs asılı olduğu üçün burada F1 ilə F2 bir-birinə bərabər olacaqdır. Amma F3 burada ən kiçik olacaqdır. Deməli, F1 ilə F2 bir-birinə bərabər, F3 isə ən kiçikdir. Yəni, sualın doğru cavabı Y variantıdır. 9-cu sualla davam edirik. Deyir ki, şəkildə verilən F1, F2, F3 qüvvə vektorlarının modulları tau1, tau2, tau3 arasında münasibəti müəyyən edin. Yəni, bunları müqayisə edin demək istəyir. İndi birinci növbədə burada O nöqtəsi verilib. Düzdürmü? Daha sonra baxaq ki, F2 qüvvə vektorunun başlanğıcı hardadır? Deməli, 3 dama yuxarı. 1, 2, 3 dama yuxarı. Bax, F2 qüvvə vektorunun başlanğıcı buradadır. Buna deyək 2. F2 qüvvə vektorunun başlanğıc nöqtəsi. Sonra F3 qüvvə vektorunun başlanğıc nöqtəsi buradadır. Sonra F1 qüvvəsinin başlanğıc vektoruna baxaq. Deməli, 4 dama bu tərəfə getsək, 1, 2, 3, 4 dama bu tərəfə, 1 dama da aşağı. Deməli, F1 qüvvə vektorunun başlanğıcı da buradadır. İndi bax, bunlar bu verilən qüvvə vektorlarının başlanğıcıdır. Bax, bunlar. O nöqtəsini burada göstərdik. İndi bizim məsələnin həll olunması üçün koordinat oxlarından istifadə etməyimiz lazımdır. Bunlardan biri bildiyimiz Y koordinat oxudur. Biri də X koordinat oxudur. Bax, bu ikisindən istifadə edirik. İndi birincinin X və Y oxu üzərində qiymətlərinə baxaq. 1, 2, 3. Bax, bu mənfi 4-dür. Bura isə neçədir? Mənfi 1-dir. Daha sonrasında bu F2-yə baxaq. X-i bunun mənfi 1. Y-i isə 1, 2, 3-dür. F3-ə baxırıq. Bax, bura uyğun gəlir mənfi 3-ə. Burada uyğun gəlir 4-ə. Bütün bunları yazandan sonra biz qüvvə momentləri arasında münasibəti təyin edə bilərik. Və bunun üçün bizim hazır bir düsturumuz var. Həmən düstur necədir? Tau bərabərdir. Deməli, X vurulsun F, Y, çıxılsın Y vurulsun Fx şəklində bir düsturumuz var. İndi birinci növbədə F1 qüvvəsinin momentinə, yəni tau 1-ə baxırıq. Tau 1 bərabərdir. Bax, F1 qüvvəsinin başlanğıc nöqtəsi. X-a baxırıq, neçədir? Mənfi 4. Yazıram, mənfi 4 vurulsun. F1 qüvvəsinin Y oxu üzərindəki qiyməti, yəni yuxarı doğru neçə bölgüdür? 2 bölgüdür. Ona görə də buna müsbət 2-ni yazıram. Çıxılsın. Birincinin Y oxu üzərində qiyməti mənfi 1.
O zaman yazdım burada -1 vurulsun. Bu F1 qüvvəsinin x oxu üzərində proyeksiyası 1 bölgü olduğu üçün bu da müsbət 1'dir. O da bərabərdir. -4'ü 2'ye vurdum. -8, -8'in üzərinə 1 gəldik, oldu -7. Bu tau 1'dir. İndi tau 2'ye baxaq. Baxın, düstur necədir? X vurulsun fy, çıxılsın y vurulsun fx. X indi burada neçədir? İkinciyə baxırıq. İkincinin x oxu üzərində qiyməti -1. Yazdım burada -1 vurulsun f y. İkincinin y oxu üzərindəki qiyməti 1 olduğu üçün buraya yazdım müsbət 1. Çıxılsın y'nin qiyməti. Bax, burada y'nin qiyməti neçədir? F2'ye uyğun gələn y'nin qiyməti 3'dür. Burada yazıram 3 vurulsun. İkincinin x oxu üzərində proyeksiyası bax 2 bölgüdür. Ona görə burada 2'ni yazıram. O da bərabərdir. -1'dən 6'ını çıxırıq. Bu da eləyir -7. Gəldik üçüncüyə. Tau 3 bərabərdir. Bax, üçüncüdə x'in qiyməti. Üçüncüdə x'in qiyməti -3'dür. Yazdım -3 vurulsun. Üçüncünün x oxu üzərində proyeksiyası müsbət 1'ə bərabərdir. Çıxılsın. Y'nin qiyməti aşağı doğru, F3 qüvvəsi aşağı doğrudur. Burada biz bir dəqiqə Fy'ni yazmalıydıq. Fy. Bax, bu F3 qüvvəsi aşağı doğru 2 bölgü olduğu üçün buna -2 yazırıq. Çıxılsın. Y vurulsun. Y'nin qiyməti neçədir? Y'nin qiyməti 4'dür. O zaman buraya yazıram 4. Vurulsun fx. Bax, F3 qüvvəsinin x oxu üzərində proyeksiyası 1 bölgüdür. Ona görə buna 1 yazıram. Bu da bərabərdir. -3'ü -2'ye vurduq. Müsbət 6 oldu. 6'dan da 4'ü çıxanda alınır 2. Bizə deyir modullarını müqayisə edin. Burada görürük ki 1 ilə ikinci bir-birinə bərabərdir. Yəni tau 1 və tau 2 bir-birinə bərabərdir. 3 isə burada ən kiçik olandır. Tau 3 deməli ən kiçikdir. Deməli sualımızın doğru cavabı D variantı olmalıdır. Davam edirik. 10. sualla. O nöqtəsi ətrafında dönə bilən şəkildəki ağırlıqsız, yəni ağırlığı nəzərə alınmayan lövhəyə şəkildəki qüvvələr ayrı-ayrı tətbiq olunur. Buna əsasən hansı qüvvələr lövhəni x oxu istiqamətində döndürər? Bunu bilmək üçün O nöqtəsini sanki çevrənin mərkəzidir kimi düşünə bilərik. Baxın, burada O nöqtəsi çevrənin mərkəzi olsa, məsələn, tutalım ki, birincidən başlayaq. Birinci hansı tərəfə doğrudur? Bax, bu istiqamətə doğrudur. İndi çevrəni bu şəkildə düşünsək, bu hansı istiqamətdə çevirir? Bax, bu istiqamətdə çevirir. Yəni, x oxu istiqamətindəmi? X oxu istiqamətinə fikir versək, bu istiqamətdədir. Deməli, bu x oxu istiqamətində çevirmir. O zaman 1 getdi. 2'ye baxırıq. 2'ye fikir versək, bax, bu istiqamətdə göstərilib. 2 hansı istiqamətdə çevirir? O da deməli, saat əqrəbi istiqamətində çevirir. X oxu istiqamətində oldu mu? Olmadı. 2 də getdi. 3'e baxaq. 3'də fikir versək qüvvənin istiqamətinə, bax, bu istiqamətdədir. Yəni, təqribən bu istiqamətdə. Bu hansı istiqamətdə fırladır? Bu da gördüyümüz kimi saat əqrəbi istiqamətində fırladır. Amma x saat əqrəbinin əksi istiqamətindədir. Deməli, 3-cüdə olmaz. 4-cüyə baxsaq, 4-cü bax, bu istiqamətdə təsir edir. Yəni, təqribən bu istiqamətdə. 4-cüyə görürük ki, yəni, bu istiqamətdə fırlanmağa çalışır. O, həqiqətən də x istiqamətindədir. Yəni, saat əqrəbinin əksi istiqamətindədir. 5-ciyə baxdığımızda 5-ci isə ümumiyyətlə uzantıları O nöqtəsinə gəldiyi üçün 5-ci buna fırlanma hərəkəti vermir. Çünki qüvvə momenti 0-a bərabərdir. Deməli, hansı oldu? Yalnız 4 oldu. Deməli, sualımızın doğru cavabı C variantı olmalıdır. 11-ci sualla davam edirik. Deməli, ağırlığı nəzərə alınmayan bərabər bölgülü lövhəyə tətbiq olunan F1, F2, F3 qüvvələrinin O nöqtəsinə nəzərən ümumi momenti nəyə bərabərdir? Deyir bizə. Bunu bilmək üçün yenə bayaq yazdığımız düsturdan istifadə edə bilərik. Tau bərabərdir. Düstur necə idi? X vurulsun Fy, çıxılsın Y vurulsun Fx şəklində bir düstur yazırıq. Buradan birincisini hesablasaq, tau 1 bərabərdir. Birincinin
x oxu üzərində qiyməti. Ya da heç bu düstura girməsək əgər, daha sadə yolla həll etməyə çalışaq. Bax, bu F1 qüvvəsinin O nöqtəsinə olan uzaqlığı neçə bölgüdür? 1 bölgüdür. O zaman yaza bilərik tau 1 bərabərdir. 20 Newton vurulsun 1 bölgü. O da olur, deməli, 20-yə. 20 Newton vurulsun metr. Hansı istiqamətdə? Bax, bu istiqamətdə. O istiqaməti də müsbət istiqamət qəbul edirik. Deməli, bu müsbətdir. Sonra baxırıq tau 2-yə. Bərabərdir. Bax, tau 2 bunu çalışır ki, bu istiqamətdə fırlatsın. Çünki O nöqtəsi bax buradadır. Bu 30 Newtonun da dayaq nöqtəsinə olan uzaqlığı 1 bölgüdür. O zaman bunu yazıram 30 vurulsun 1. O da bərabərdir. Nəyə? O da bərabərdir 30 Newton vurulsun metrə. Bu da müsbətdir. Tau 3'ə baxırıq. Tau 3 bərabərdir 40 Newtonun dayağı olan uzaqlığı, O nöqtəsinə olan uzaqlığı 1 bölgüdür. O zaman bunu da yazırıq 40 vurulsun 1 şəklində. Amma bu fikir versək, bu əks istiqamətdə fırlatdığı üçün bu mənfi qəbul edilə bilər. Bu 40 vurulsun 1 də hansı istiqamətdə fırlatmağa çalışır? Bu da bax, bu istiqamətdə fırlatmağa çalışır. Yəni bu da mənfidir. Bərabərdir 40 Newton vurulsun metr. Bu da mənfidir. İndi toplam nə oldu? Müsbət 20, mənfi 30, mənfi 40. Toplam oldu mənfi 50. Deməli, sualın doğru cavabı D variantı olmalıdır. 12-ci sualla davam edirik. O nöqtəsi ətrafında dönə bilən bərabər bölgülü lövhə şəkildəki qüvvələr tətbiq olunmuşdur. Buna əsasən qüvvələrin O nöqtəsinə nəzərən ümumi momenti nəyə bərabərdir? F1 qüvvəsinin uzantılarını çəksək, bunun O nöqtəsinə uzaqlığı 1D-yə bərabərdir. O zaman bunu hesabladığımızda olur nə qədər? 5F-dir. Və 5F-D bu istiqamətdədir, yəni mənfidir. Daha sonrasında F2-yə baxaq. F2 qüvvəsinin O nöqtəsinə olan uzaqlığı da 2 bölgüdür. Bura 2D yazırıq və bu istiqamətdədir, yəni müsbət istiqamətdədir. O zaman buna müsbət 4F vurulsun 2D, yəni 8FD yaza bilərik. Daha sonrasında F3 qüvvəsinə baxırıq. Bunun qüvvəsi 2F-ə bərabərdir. O nöqtəsinə olan uzaqlığı 2D qədərdir. 2F-i 2D-yə vuraraq bu eləyər 4F-dir. Və bu istiqamətdədir, yəni o da müsbət istiqamətdədir. Müsbət 4F-də deyirəm. Və F4'ə baxırıq. Bax, bunun O nöqtəsinə olan uzaqlığı 1D qədərdir. Və bu da 3F-dir. Yəni 3FD-yə bərabərdir. Müsbətmi, mənfimi desək, bu istiqamətdə fırlatdığı üçün mənfidir. Mənfi 3F-dir. Toplamını yazırıq. 5FD-yə 8FD gəldik. 13, 13'ə, yox, mənfi 5'ə 8 gəldik. Müsbət 3, müsbət 3'ə 4 gəldik. Müsbət 7, 7-dən də 3'ə çıxdıq, oldu müsbət 4. Deməli, toplam qüvvə momenti müsbət 4 FD-yə bərabərdir. O da B variantında verilmişdir. 13-cü sualla davam edirik. Şəkildəki F qüvvəsinin KLM nöqtələrinə görə momentlərinin modulu arasında münasibət necədir deyir bizə. Deməli, K nöqtəsindən F qüvvəsinin təsir xəttinə perpendikulyar çəksək, məsafə bu olur. Eyni zamanda L nöqtəsindən də F qüvvəsinin təsir xəttinə perpendikulyar çəksək, burada K və L-dən olan məsafələrin bir-birinə bərabər olduğunu görürük. Eyni zamanda M nöqtəsindən də F qüvvəsinə perpendikulyar çəkdiyimiz zaman bu məsafənin yenə bir-birinə bərabər olduğunu görürük. Yəni K-dan, L-dən və M-dən F qüvvəsinə çəkilmiş perpendikulyar, yəni qüvvə qolları bir-birinə bərabərdir. Qüvvə qolları bərabər olduğu üçün qüvvə momentləri də bir-birinə bərabər olmalıdır. Nəticədə sualın doğru cavabı A variantıdır. 14-cü sualda O nöqtəsindən keçən
ox ətrafında sərbəst şəkildə fırlana bilən, ağırlığı nəzərə alınmayan lövhəyə şəkildəki kimi F1, F2, F3 qüvvələri tətbiq olunur. Buna əsasən O nöqtəsinə görə ümumi momentin modulu nəyə bərabərdir? İlk növbədə burada F1 qüvvəsini iki proyeksiyaya ayırsaq, bunlardan biri bu istiqamətdə yönələcək, digəri isə bu istiqamətdə yönələcəkdir. Yəni F1Y və F1X. Amma F1Y görürük ki, uzantıları fırlanma mərkəzindən keçir. Buna görə də bizə F1Y lazım deyil. Bizə lazım olan F1X-dir. Neçə bölgüdür? 2 bölgüdür. O nöqtəsinə olan uzaqlığı 1, 2, 3 bölgüdür. Deməli biz 2-ni 3-ə vururuq və bu olur 6. Bax görürük ki, saat əqrəbi istiqamətində fırladır. Saat əqrəbi istiqamətində fırladana müsbət deyək. Müsbət 6. Daha sonrasında ikinciyə baxaq. İkincini də F2-ni də 2 dənə proyeksiya ayırsaq, bunlardan biri F2X, biri isə F2Y-dir. Burada baxırıq ki, F2X uzantıları O nöqtəsindən keçir. Ona görə də bizə F2X lazım deyil. Biz F2Y-ə baxacağıq. F2Y baxırıq ki, 1 bölgüdür və bu 1 bölgünün dayağı olan uzaqlığı isə 2 bölgüdür. Deməli, 1-i 2-yə vururuq və bu da olur 2. Və bunu da saat əqrəbi istiqamətində fırlatdığını görürük. Ona görə buna da müsbət deyirik. Və daha sonra baxırıq F3-ə. F3-ü ilə 2 proyeksiya ayırsaq, bunlardan biri F3X, biri isə F3Y-dir. F3Y baxırıq ki, uzatdığımız zaman O nöqtəsindən keçir. Ona görə bizə F3Y lazım deyil. F3X-ə baxırıq. 2 bölgüdür, dayağı olan uzaqlığı da 2 bölgüdür. Deməli, 2-ni 2-yə vururuq, bu da olur 4. Amma bu saat əqrəbinin əksinə fırladır. Ona görə bunu mənfi qəbul edə bilərik. Bu da bərabərdir. 6-ya 2 gəldik. 8, 8-dən də 4 çıxdıq, oldu 4. Deməli, sualın doğru cavabı Y variantıdır. 15-ci sualla davam edirik. O nöqtəsi ətrafında dönə bilən, ağırlığı nəzərə alınmayan lövhəyə şəkildəki kimi F qüvvəsi tətbiq olunur. Buna əsasən qüvvənin O nöqtəsinə nəzərən torkunun modulu və istiqaməti üçün aşağıdakı ifadələrdən hansı doğrudur? İlk növbədə burada F qüvvəsini yenə 2 proyeksiyaya ayırsaq, bunlardan biri olacaqdır aşağı doğru yönələn F sinus, biri isə sağa doğru yönələn F kosinus, yəni Fx. Burada F sinus alfanı hesablasaq, bu olacaqdır F vurulsun 0.6, o da bərabərdir 0.6 F. F kosinus alfanı hesablasaq, o da 0.8 F-ə bərabər olacaqdır. İndi burada F kosinus alfa, bax budur. Bunu uzadıram F kosinus alfanı və dayaq nöqtəsinə görürəm ki, uzaqlığı 2 bölgüdür. O zaman bunu yazıram. 0.8 F, yəni F kosinus alfa 0.8 F'dir. Dayağı olan uzaqlığı da 2 bölgüdür. 2D'ni də burada yazdım. Bu da elədi 1.6 FD. Daha sonrasında F sinus alfaya baxıram. F sinus alfanı da bu şəkildə uzadıram və bunun O nöqtəsinə olan uzaqlığının isə 3 bölgü olduğunu görürük. O zaman 0.6 F'i də 3D'yə vururam. Bu da olur 1.8 FD. İndi biri saat əqrəbi istiqamətində fırlatmağa çalışır. Yəni F sinus alfa saat əqrəbi istiqamətindədir. F kosinus alfa isə saat əqrəbinin əksi istiqamətindədir. Hansı daha böyükdür? Hansının momenti daha böyük oldu? Təbii ki, bu 1.8 F'də daha böyükdür. Yəni saat əqrəbi istiqamətində fırladan daha böyükdür. Ona görə 1.8 FD-dən 1.6 FD-ni çıxıram. Yekun moment 0.2 FD-yə bərabər olur. Yəni bunu da FD bölü 5 şəklində yaza bilərik. Yəni 1-i 5-ə böləndə 0.2 olur axı. Deməli FD bölünsün 5-ə bərabərdir. Bəs bunun qüvvə momentinin istiqaməti hansı istiqamətdə yönəlir bunu düşünək. Baxın, bu sağ əl qaydasına əsasən müəyyən olunur. Sağ əlimizin 4 barmağı qüvvə momentinin istiqamətini göstərdikdə, baş barmağımız, daha doğrusu fırlanma istiqamətini göstərdikdə, baş barmağımız nəyin istiqamətini göstərir? Qüvvə momentinin istiqamətini göstərir. Deməli, sağ əlimizin baş barmağı bizdən şəkil müstəvisinə doğru yönəlir. Ona görə də yekun moment deyirik ki, FD bölü 5-ə bərabərdir və içə doğrudur. Yəni, səhifənin içərisinə doğru yönəlir. Yəni bizdən şəkil müstəvisinə doğru yönəlir deyə bilərik.
Davam edirik 16-cı sualla. O nöqtəsi ətrafında dönə bilən, ağırlığı nəzərə alınmayan lövhəyə bərabər qiymətə sahib F1 və F2 qüvvələri tətbiq olunur. F1 qüvvəsinin O nöqtəsinə nəzərən torku tauya bərabər olarsa, ümumi tork nəyə bərabərdir? Deməli, biz birinci növbədə burada 53 və 37 dərəcə bucaqları olan bir üçbucaq görürük. Bu üçbucaqda bildiyimiz 3-4-5 üçbucaqdır. Yəni 3K, 4K, 5K şəklində olan bir üçbucaqdır. 53'ün qarşısı olur 4K, mən buna deyəcəm 4D. 37 dərəcənin qarşısı olur 3K, mən buna deyəcəm 3D. Burada zaten 5D'yə bərabərdir. Yəni Pifaqor teoremindən çıxan nəticədir. İndi biz burada qüvvələri göstərsək, F1 qüvvəsi bu istiqamətdə yönəlmişdir. F2 qüvvəsi isə bu istiqamətdə yönəlmişdir. İndi biz çalışacağıq nəyi tapaq? O nöqtəsinə nəzərən ümumi qüvvə momentini hesablamağa çalışacağıq. F2 qüvvəsi burada 37 dərəcə olduğu üçün burada 53 dərəcə olmalıdır. Çünkü toplamı 90 dereceye beraberdi. 37 bura, 53 bura. O zaman bu aşağı doğru da burada F2 kosinus 53 qüvvəsi var. Burada ise bak bu tərəfə doğru yönələn F2 sinus 53 var. İndi biz burada baxırıq ki, F2 sinus 53'ü uzatdığımız zaman O nöqtəsindən keçir. Yəni bunun O nöqtəsinə nəzərən torku sıfıra bərabərdir. Ona göre de bize lazım olan F2 kosinus 53'tür. İndi F1'ə baxsaq əgər, yəni biz birinci növbədə burada deyək ki, tau 2'ni hesablamaq istəyiriksə, tau 2 bərabərdir. F2 kosinus 53 vurulsun nəyə bərabər olacaqdır? 4D'yə bərabər olacaqdır. F1 qüvvəsini də proyeksiyalara ayırsaq, bunlardan biri yuxarı doğru olacaqdır. Buradakı bucağı nəyə bərabərdir? Bax, burada 90 dərəcədirsə, o zaman bura 37 dərəcəyə bərabərdir. Burada F1 kosinus 37'dir. Yuxarı doğru yönələn F1 kosinus 37 var. Və bir də sağa doğru yönələn F1 sinus 37 var. Biz burada kosinus 37 ilə maraqlanmayacağıq. Çünki bu F1 kosinus 37'ni uzantılarını çəkdiyimiz zaman O nöqtəsindən keçir. Yəni bunun torku sıfıra bərabərdir. Ona görə biz tau 1'i hesablayarkən yazacağıq F1 sinus 37 vurulsun. Bu F1 sinus 37'nin O nöqtəsinə olan uzaqlığı da 3D'yə bərabərdir. Deməli, burada yazıram 3D. Bu da olur bərabərdir. F1 vurulsun. Sinus 37 də alır 0,6 vurulsun 3D. Bu da alınır 1,8 FD. Bax, 1,8 FD'nin tauya bərabər olduğunu bizə məsələnin şərtində verib. Bəs bu tau 2 nəyə bərabərdir? Tau 2 bərabərdir F2 kosinus 53 vurulsun 4D. Kosinus 53 də 0,6 alır. 0,6'nı da 4D'yə vuranda alınır 2,4. Deməli 2,4 FD də budur. İndi 1,8 FD tauya bərabərdirsə əgər, 2,4 FD neçə tauya bərabərdir? Bunu düşünək. Bax, bunu x-ə bərabər edək. Buradan tənasüb qursaq əgər, 2,4 tau bərabərdir 1,8 x-ə. Buradan da x-i tapsaq, x bərabərdir. Deməli, 1,8'i burada yazarıq. 2,4 taunu da burada yazarıq. Buradan 2,4 ilə 1,8'i ixtisar aparsaq, 4/3 qalır. Düzdürmü? Elə bil ki, 24 ilə 18'i 6'ya ixtisar apardıq. 4/3 tau qaldı. Deməli, tau 2, 3'də 4 tauya bərabərdir. Tau 1'in qiyməti taudur. Tau 2'nin qiyməti isə 3'də 4 taudur. Tau 3 değil, bu tau 2'dir. Bu da deməli 3'də 4 tauya bərabərdir. Bizə deyir ki, yekun torku hesablayın. İndi biri bax bu istiqamətdə saat əqrəbi istiqamətində çevirməyə çalışır. Digəri də bu istiqamətdə o da saat əqrəbi istiqamətində çevirməyə çalışır. Ona görə ümumi torku hesablayarkən bunlar toplanmalıdır. Deməli T ümumi bərabərdir T1 üstəgəl T2 yaza bilərik. Bu da bərabərdir tau üstəgəl 3'də 4 tau. O da bərabərdir 3'də 5 tau. Deməli, sualımızın doğru cavabı 3'də 5 olmalıdır. O da B variantında verilmiştir. 17-ci sualla davam edirik. O mərkəzli dairəvi lövhəyə tətbiq olunan F1, F2, F3 qüvvələrinin O nöqtəsinə nəzərən
torkları bərabərdir. Buna əsasən bu qüvvələrin modulları arasında münasibət necədir? İndi biz qüvvə momenti üçün yazırıq. M bərabərdir F vurulsun D. Bizə buradan qüvvələri müqayisə etmək lazımdır. O zaman yaza bilərik. F bərabərdir. Nə yazarıq? F bərabərdir M bölünsün D yazarıq. Yəni biz burada görərik ki, qüvvə qolu ilə tərs mütənasibdir. İndi gəlin bunların hər birinin O nöqtəsinə olan uzaqlıqlarını müqayisə edək. Yəni qüvvə qollarını müqayisə edək. Bax, bu F1 qüvvəsinin O nöqtəsinə olan uzaqlığı bura D1 məsafəsidir. F2 qüvvəsinin O nöqtəsinə olan uzaqlığı, bax, bura D2 məsafəsidir. Bu da F3 qüvvəsinin O nöqtəsinə olan uzaqlığı D3 məsafəsidir. Bunların arasında ən böyük olan hansıdır? Təbii ki, D2'dir. Çünki D2'yə baxsaq, burada, bu kənardan, buradan bura qədər çəkilib və bu məsafəyə baxsaq D2 məsafəsinə bunlar içərisində ən böyük olandır. Bunu sadə şəkildə necə düşünə bilərik? Gəlin bunu sizə göstərim. Bax, belə bir çevrə var əlimizdə, təsəvvür edin ki. Sonra bu çevrənin mərkəzini biz göstərək. Bax, çevrənin mərkəzi bura O nöqtəsi olsun. İndi bir neçə xəttlər çəkəcəm. Bunlardan baxın ki, mərkəzə ən yaxın olan hansıdır? Bax, birini bu şəkildə çəkəcəm. Hansı ki bu? Bax, bu şəkildə çəkəcəm. Bu F1 qüvvəsidir. Bax, bu kənardan bu kənara doğru çəkilib. Mən də elə elədim. Buradan bura çəkdim. Daha sonrasında, bax, F2'yə fikir versəz, bu ucdan başlayıb, bax, təqribən bu ortaya qədər gəlib. Buradan başlayıb bura qədər gələcəm. Biri də buradan başlayıb və digər tərəfə keçib. Elə bil ki, buradan başlayacağım, bu tərəfə keçəcəm. İndi bunlardan hansı daha yaxındır çevrənin mərkəzinə? Təbii ki, bu daha yaxındır. Bu hansıdır? F2 qüvvəsinin uzantılardır. Yəni D2 məsafəsi ən kiçikdir deyə bilərik. Daha sonrasında biraz uzaqda yerləşən bax budur. Yəni bu hansıydı? F1 qüvvəsinin mərkəzi olan uzaqlığı. Yəni D1 məsafəsi biraz daha böyükdür. Mərkəzdən ən uzaqda yerləşən isə gördüyümüz kimi budur. Yəni bu da bu məsafədir. F3 qüvvəsinin qüvvə qoludur. Yəni bura deyək ki, D3 məsafəsidir. Bura əslində D3 məsafəsidir. Bura isə D2 məsafəsidir. Deməli, burada D3 ən böyükdür. Dediyimiz kimi, burada qüvvə momentləri bərabər olduğu üçün qüvvə qolu ilə tərs mütənasibdir. Yəni bunların tam tərsini yazacağıq. Yəni belə bir şey yazacağıq. F2 ən böyük, ortada F1 qalacaq. Ən kiçik isə F3 olacaq. F2, F1, F3 deməli sualımızın doğru cavabı C variantıdır. 18-ci sualda deyir ki, F1 və F2 qüvvələrinin Y oxuna nəzərən torklarının nisbəti, yəni momentlərinin nisbəti nəyə bərabərdir? Deməli, burada F1 qüvvəsini iki proyeksiyaya ayırsaq, bunlardan biri bax, bu istiqamətdə yönələr, biri isə bu istiqamətdə yönələr. Amma bunlardan biri Y oxuna paralel olduğu üçün bunun momenti sıfıra bərabərdir. Yəni biz bunu, məsələn buna deyək F1, Y, bax, bunun momentini ala bilməyəcəyik, çünki sıfır olacaq. Digərinə baxdığımızda isə, bax, bu F1, X desək buna, məsələn, F1X-in modulunun B-yə bərabər olduğunu görürük. Bunun da momentini hesablamaq üçün yaza bilərik. Məsələn, buna deyirəm, tau 1 bərabərdir. Bunun modulu dedik ki, B-yə bərabərdir. Bax, bu oxa olan uzaqlığı A-ya bərabər olduğu üçün tau 1-in B vurulsun A-ya bərabər olduğunu görürük. Buradan tau 2-ni də hesablaya bilərik. Bax, bunlardan biri bu şəkildə olacaq. F2 qüvvəsini də 2 dənə proyeksiya ayırırıq. Biri də bu şəkildə olacaq. Bunlardan biri, yəni bu F2X şəklində düşünsək, bu F2X elə bil ki, Y oxundan keçdiyi üçün bu da nə olacaq? Momenti sıfıra bərabər olacaqdır. Amma bu F2-nin digər proyeksiyası olan, məsələn buna deyək F2Y,
Bunun y oxuna nəzərən bir momenti var və uzaqlıq da nəyə bərabərdir? Uzaqlıq da yenə a-ya bərabərdir. F2y-nin özü b-yə bərabərdir, uzaqlıq a-ya bərabərdir. Buradan gördük ki, artıq bu torklar bir-birinə bərabər olur. Yəni tau 1 bölü tau 2 nisbətini tapsaq, bu nisbət 1-ə bərabər olacaqdır. Nəticədə sualımızın doğru cavabı C variantıdır. Beləliklə bu videonun da sonuna gəlmiş olduq. İzlədiyiniz üçün təşəkkürlər. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.